Deməli, xüsusilə bantikdə istifadə edə biləcəyiz qaşlar gəlib, bantikdə, tacda filan istifadə olunan qaşlar gəlir. Bunlar özü də kauçuk deyil. Bunlara baxın, bunların hər birindən arxası dəmir, özü də yəni keyfiyyətli məhsullardır. Baxın, böyle bu formada ürəyi var. Sonra baxın, bu formada tac var belə. Yəni modellər çoxdur. Bunlar hər birini. Kəpənəkdir belə. Bakın belə tarzda var. Sonra belə tac var. Bunun bu hissəsi dəmirdir. Sonra burada da iki kutulu. Bakın bu formada böyük kəpənəkdir. Bu da yəni digər oxşarlar oxşardır. Sonra bakın. Böyle bir model var. Bakın aşağısından mirvari asılgan olan böyle bir model. Sonra bakın böyle bayaq bunun kızılısı göstermiştim. Sonra bu formada var. Ve aşağısından mirvari asılgan olan öyle bir model. Şimdi bu da asılgan bir modeli sevilenlerse yok. Bakın böyle ay formalı böyle bir modeldi. Sonra bu ürəklərim var, böyle renkleri var, mevcuttur. Böyle mini taclar var. Sonra böyle ürəkləri var. Sonra bunlar da asılganlı modellerdir. Yani bunlar daha güzel görsənir, xüsusilə də bantiklər. Bakın böyle asılganlı modeldir. Sonra bir tane de asılganlı model daha var. Bunlar yani görünüş olarak çok güzel görsənir. Bu da böyle mirvari asılganlıdır. Bir daha hatırladım ama bunlar yani kauçuk değil, demirdir. Başlarında keyfiyyəti var, kifayətli yaxşıdır. Bu formada mini. Bu da asılganlı model olmalıdır. Sonra sonuncudur.
Bu da yani bunu bayaq göstermiştim. Bu model təkrardır. Və bunların hər biri hal-hazırdakı farklılar var. Yaxınlaşıb əldə edə bilərsiniz və nömrəmizi əlaqə saxlayıb hər birinin bir-bir səsə şəkillərində səhifəmizdə paylaşacaq, baxa bilərsiniz.